Bəli. Salamünaleyküm. İstanbuldayıq indi bu dəqiqə. Azərbaycan tələbələrdən reportaj aparmağa gəlmişik. Burada Azərbaycan tələbələri var, indi onlara yaxınlaşacağıq. Azərbaycandakı bayram haqqında bir çox sualımız var. Onlara vermək istəyirik. Salamünaleyküm qardaş. Aleyküm assalam. Salamünaleyküm. Salamünaleyküm. Aleyküm assalam. Şu an Azərbaycanlısınız. Hardan tapdınız? Ən azından sizin yəni tipinizdən bəlli olur o. Bu qardaş 100% yəni Qafqazdır, hə? Mən buradan bütün Qafqaz xalqlarını yeni il münasibəti ilə təbrik eləyirəm. Osman Mirzan Salğarcı. İndi sizə bir dənə sualım var. Yəni biz buradakı bütün Azərbaycan tələbələrinin demək olar ki, yəni ki 50%-dən reportaj aparmışıq. İndi yəni sizi gördük, indi sizə yaxınlaşdıq. Sualımız budur ki, Azərbaycanda keçirilən həmrəylik bayramı münasibətilə qarşı fikriniz nədir? Mən cavab versəm olar. Buyurun. Mənə elə gəlir ki, mən 2 ildir buradayam. Bu bir Azərbaycanlı olaraq fəxr edirəm. Burada vətənimizi təmsil edirik. Burada bilirsiniz, bütün Azərbaycanlılar bir-birini tanımalıdır. Bir-birinə qol-qanad gəlməlidir. Bir-birini dəstəkləməlidir. Əslində bu dəstək necə olmalıdır? Bax, bugün həmrəyik biz. Həmrəylik günü olaraq birləşməliyik, sıx birləşməliyik. Vətənimizin 3 bayraqlı Azərbaycan bayrağımızı göylərə qaldırmalıyıq. İstanbulda bilməlidirlər ki, biz əsl Azərbaycanlıyıq. Nə bilim, necə deyim, bir sənə şeylər var ki, bunları sözlərlə ifadə eləmək mümkün deyil. Çox gözəl danışın, həqiqətən. Bəli. Yəni Azərbaycan fəxr edir ki, sizin kimi tələbəsi burada. Təbii ki, mən vətən yolunda şəhidlər olmaq lazım. Mən sizə deyiləsi sözüm yoxdur, çünki sizə həqiqətən halal deyirəm. Mən özüm sizə fəxr edirəm. Çox sağ olun. İndi sizin adınız nə idi? Mənim adım Muraddır. Murad qardaşım, biraz zəhmət olmasın. Можно я по-русски буду? Ne, по-русски не можно. Тогда по-азербайджански базара нет, я по-азербайджански тоже знаю. Просто по-русски еще лучше будет. Давай, брат, давай. Deməli, İstanbuldayıq, gördünüz, Azərbaycanlıyıq. Yəni, mən şadam ki, bugünü İstanbulda qeyd edirəm, öz həm yerlilərimlə. Mənim yaxşı gedir hər şey. İnşallah da yaxşı olar. İnşallah 2012 ili özdə qoyun ildir deyəsən, Qafqazın rəmzidir. Yaxşı olacaq, Murad, yaxşı olacaq. Normalni делай, нормально будет. Yaxşı, sizə bir dənə sualım var. Yəni, bu sizdən əvvəlki qardaş gördünüz ki, necə müsahibə verdi. Yəni, ən azından biz fəxr elədik də. Yəni, sizin elə bir fikriniz yoxdur ki, yəni Azərbaycanı təmsil etmək falan filan yəni. Onu demək lazım deyil. Təbii, Amma bilək ki, razıyam. Azərbaycan dünyanın ən şərəfli dövlətidir. Ölkəsidir. Oldu. Mehdi. Bəxtiyar, indi sən gedəcəm. Şeydə kilsən qabağında. Bəxtiyar da bizim yaxın qardaşımızdır, ona salam deyirik. Kilsən qabağında indi video çəkirik, 5 dəqiqə. Hər şey yaxşı olacaq inşallah. Bir dəqiqə xahiş edirəm. Yəni siz gördünüz ki, bütün qardaşlarla müsahibəllik indi sıra sizdədir. Zəhmət olmasa siz öz fikrinizi bildiyin bayram haqqında yəni. Prosta həmrəylik bayram münasibəti ilə başda mama papa olmaqla hamını təbrik edirəm. Papam da yaxınlarda Baynesdaydı, onda can sağlığı deyirəm, Allah şəfa versin. Bir olan Allah sağ olsun ki, bizə hər il bu bayramı nəsib edir. Yəni onun qüvvəsinə sığınırıq hamımız, bir Azərbaycanlı olaraq, bir müsəlman olaraq, bütün müsəlmanların, Azərbaycanlıların bayramını təbrik edirəm. Mən bir şey demək istəyirəm. Sözünə qüvvət bağışla qardaşım. Bilirsən, bir şey deyim, əslində bu bizim bayramımız deyil. Bunu hamı bilir. Bunu hamı bilir ki, bizim bayramımız Novruz bayramındadır. Lakin, belə. Sən həmrəylik bayramı Azərbaycanlıların bayramıdır. Təbii olsun, qardaşım. Onu da demək istəyirəm ki, bizim burada təhsil almağımızın yeganə səbəbi bizim möhtərəm prezidentimizdir. Çox sağ olsun, şərait yaradıb. Hamımız burada təhsil alırıq. Mən fəxr edirəm prezidentimizlə. Bəzi xalqın balasını qırğına vermək istəyənlər var ki, giz-giz aksiyalar zad törədilər. Mən başa düşmürəm, heç cür qəbul edə bilmirəm ümumiyyətlə. Xahiş edirəm bunlara qarşı. Yəni mən də həmişə prezidentimizin yanında möhkəm dayanmışam. Nəzərə alacaq onlarla. Eşq olsun, eşq olsun. Çox sağ olun. Eşq olsun. Mənim bir sualım var. Sizin mi sualınız? Mən sizə bir sual vermək istəyirəm. Bayaqdan burada danışırsınız, yəni müsəlmanların bayramıza kilsənin qabağında durmuşsunuz. Yəni ki, bura kilsədir. Bir dəqiqə, Qafqaz xalqlarında xristianlar da var, onları da təbrik edirik. Nə olsun? Hamımız insanıq, hamımız insanıq. Yəni Allah özü bilir nədir? Bu xristianların hamısı onsuz da axırda hamısı müsəlman olacaqlar. Axırda hamı müsəlman olacaq. Müsəlman olmayan cəhənnəmə gedəcək, qardaşım, bunu bilin. Bağışlayın sizə nağalat elədik, sizə dəstəyimizin müvəqqətiyyət olsun. Çox sağ ol, Burak. Sağ olun. Sağ olun, bağışlayın nağalat edin. Sağ olun. Bugünkü verilişimizdə mən və Rüfət Yəni öz müsahibəmizi aldıq Azərbaycan tələbələrlə. İndi isə hamımızı bayramımızı təbrik edirik. Bütün dostlarımızı, qardaşlarımızı, ailəmizi başda olmaqla hamını təbrik edirik. Ən əfsusda Azərbaycan xalqı. Sağ olun, Murat, sağ olun.